görünən kəndə nə bələdçi. Bir daha söndür o. Söndür də deyirəm sən o. Qiymətlər qalxınca marşrut bərbad vəziyyətdədir. Bu çişdir ki bu. Oturacağların vəziyyəti göz qabağındadır. Mən deyirəm kirdir, sən deyirsən kirdir. Çirkli, natəmiz, sınıq-salxaq oturacaqlar və hər gün yüzlərlə adamın minib düşdüyü sərnişin avtobusları. Bəli, çox təəssüf ki, hələ də paytaxt Bakıda sərnişin daşımada bu cür avtobuslardan istifadə olunur. İl olacaq 2026 və hər dəfə də gediş haqqı qiymətləri qalxanda hər şeyin mükəmməl olacağı deyilir. Amma görünən kəndə nə bələdçi. Təmizlik eləməlidirlər də. O qədər təmizlik olmur da, zibil olur içəridə. Çox bərbad vəziyyətdə zibil, iskameykalar hamısı sınıq. Qiymətlər qalxınca marşrut bərbad vəziyyətdədir. Yenilənsə yaxşı olar. Köhnə avtobuslardır. Ümumi oturacaqlardır. Ümumi təmizlikdir. Belə deyək də tutacaqlardır. Hansı ki, bunlar vaxtı-vaxtında dezinfeksiya olunsa, təmizlənsə, lap yaxşı olardı. Bütün marşrutlarda yenilənmə gedir, yəqin ki, bunlarda da olar yenilmə. Düşünürsünüz ki, bunların istənilən formada vaxtı artıq keçib? Əlbəttə keçir. Yenisi olsa daha yaxşı olar. Biz müşahidə edirik oturacaqların o yuxarı hissəsi qara belə kirdir də. Onlar kirdir öyle, onlar orada qaralma gedir. Bu qaralma da bu kirdən baş verir də. Təmizlənmir bu hissələr yoxsa? Necə təmizlə? Bu çişdir ki bu. Nədir bəs o? Qapqara deyir. Çiş deyil axı bu. Sərnişinlər minib düşür. Hə. Bir daha söndür o. Yox, yox, bir dəqiqə söz. Yo söndür də bir daha söndür o. Yox, söz O soruşam. söndür də deyirəm sən o. Hava söndür də o. Yox, deyirsən təmizdir mən də. Sən bura. Olur da gözəlliyin tədricən əmələ gəlir də. Bunlar hamısı üst-üstə düşən şeylərdir. Bu birdən-birə əmələ gəlmir axı, birdən-birə. Sərnişin səbr eləməli də. Bəli, bəli. O səbrin müddəti var yoxsa? Yox, var. Bir həftəyə var. Çox təəssüf ki, bu köhnə sınıq-salxaq avtobuslar hələ də xəttə çıxır. Bu cür avtobuslara indi qəsəbə daxili yollarda daha çox rast gəlinir. Mərkəzi küçələrdə demək olar ki, yox dərəcəsindədir. Amma yenə də olması narahatlıq yaradan bir haldır. Ümid edirik ki, yaxın bir 2-3 il ərzində bu avtobuslar ümumiyyətlə artıq xəttə olmayacaq. Çünki onların xəttə olması artıq ictimai nəqliyyata olan münasibəti dəyişir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, daşıyıcı şirkətlər sərnişin avtobuslarını tələb olunan texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olanların ekoloji və sanitariya gigiyena normalarına riayət etmək kimi məsuliyyət daşıyır. Daşıyıcılara avtobusların təmizliyinə nəzarəti gücləndirmək tapşırığı verilir. Eyni zamanda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə daşıyıcı arasında bağlanan müqavilədə avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsi öhdəlik kimi müəyyən edilib. İcraya nəzarət üzrə monitorinqlər zamanı nəqliyyat vasitəsinin təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdarlıq edilir.